Hər kəsi salamlayıram kanalımda və bugünkü səhəri həmişəki kimi Novruz bayramında ancaq belə səhər yeməyi yeyirəm. Qoğal, paxlava ya da şəkər bura. Bu dəfə amma kaloriləri saya yeyirəm ki, çox olmasın. Ona görə günə bir qoğal, bir dənə də paxlava yeyirəm. Səhər yeməyindən biraz vaxt keçəndən sonra başlayıram axşam üçün hazırlıqlar görüm. Çünki bugün bayram günüdür, bayram axşamıdır və mən də istədim hamı kimi süfrəmdə gözəl yeməklər olsun. Ona görə belə yarpaq dolmasını bükməyə başladım və bugün həm də ki Emil üçün velosiped almağa getməliydik və bu arada bizə zəng etdilər ki, gəlib velosipedə baxa bilərik. Ona görə dolmanı saxladım, Albinaya özüm isə getdim. Dolmanı bükməyə başladım, amma bugün bir yerə getməliydik Emillə. Şokoladka. Хорошо. Хорошо da сейчас Emil'lə getməliydik biz. Emil deyir ki, şokoladkanı da çəkin. Hə. Emil şokolad yeyir. Biz getməliydik Emilə velosipedə baxmağa. Bunu qoydum. Albinaya dedim ki, sən bunları bük. Нет, вести такое домой, но мы выберем на компьютере другой велосипед. Да, мамина И счастье. такое будет очень. Ну, шоколадка очень вкусная. Ну, иди выбирать. Ну, всегда бывает так. Все. Это больше ничего у меня нету. Hə, Emil sizə dedi ki, velosiped axtarmağa getmişdi və mən də bunu saxladım ki, Albina dedim, sən bunu bük, mən gələnəcəm. Mən də gəlib aş bişirim. Albina büktü. Mənim qazanma baxmayın, bu çuğun qazandı. Çox xoşuma gəlir, amma bunlar daha artıq çıxmır. Ona görə hələ ki belədir. Əsas siz baxın görüm, Albinanın dolması nə gözəldir. Baxın nə gözəl, balaca büküb. Çox gözəl. İndi isə mənə qalır bir dənə aş bişirmək. Burada isə artıq plov bişirməyə başlayıram və soğan doğrayıram ki, qaranı eləyim. Qaradan başlayıram. Çünki mən bugün xam plov bişirəcəm və hal-hazırda qara üçün soğan doğrayıram və heç vaxtdan elə-belə bu işləri etmirəm. Mütləq nəsə qoyub baxmalıyam və mən hələ ki davam edirəm. Öz kinoma baxmağa 7 sezondur deyənə mən hələ 3-cü sezonundayım. Artıq qaram hazırdır. Burada isə bacımgillə danışıram telefondan həm də və onlar da axşama nə bişirmişdilərsə mənimlə paylaşırdılar. Dediyim kimi bugün Emil için velosiped alırdıq. Çünki əvvəlki velosipedi balacalaşmışdı. Keçən il almışdıq, amma bir il sürdü, balaca oldu və istədik onun üçün tezə velosiped alaq. Və Emil bunu işləndə bütün günü bugün bizə imkan verməyib ki, sakit oturaq. Bir dəfə getdik, baxdıq, həmin mağazində bizim xoşumuza gələn velosiped olmadı. Daha doğrusu desə, Emilin xoşu gələn velosiped olmadı. Çünki mütləq göy velosipedini istəyir. Və burada tapmadıq deyənəm, indi Emillə atası gediblər başqa bir mağazinə. Hardakı çeşid çoxdur və bu mağazin biraz çox uzaqdadır, hardasa Sabunçu tərəfdə. İndi oradadılar, mən isə hələ yemək bişirirəm. Ümid edirəm ki, mən yeməyi bişirib qutaranınca onlar da gəlib çatarlar. Mən isə indi qazanın dibini yağlayıram və qıraqlarını ki, bura lavaş sərim. Lavaşları qoyandan sonra biraz yenə yağ əlavə edib fırça ilə hər tərəfə sürtürəm. İndi isə biraz düyünün yarısını qoyacağım, sonra qaranı qoyacağım və qalan yarısını da üzərinə tökəcəm. Lavaşları tezdən bağlayıram və sobaya qoyacağım. Ona görə bu qazanda elədim, bu çuqun qazanda ki, sobaya qoymaq rahat olsun. Hələ sobaya qoyduğum üçün bu qazanlarda belə saralır çox vaxtı. Qaranın içində yağ olduğu üçün o qədər də çox yağ əlavə etmirəm, amma mütləq hərə yağından üzərinə qoyuram. İndi isə lavaşları örtəndən sonra bir də yağ götürüb, duru yağ götürüb üzərinə yenə sürtəcəm ki, qəşəng üstü qızarsın və xırt-xırtlı olsun. Ən çox xoşladığımız aşlardan biri budur. Çünki üstündəki lavaş xırt-xırtlı olur, içində də aş çox gözəl dəmlənir. Bizim evdə düyü ən çox yeyilən ərzaqlardan biridir. Amma onu da deyim ki, mamam biz balaca olanda, aş bişirəndə o aşı mamamdan başqa demək olar ki, heç kim yemirdi. Nə mən, nə atam, nə bacım, qardaşım heç birimiz onu xoşlamırdıq. Ancaq bayramlarda eləyərdi mama ki, bayramda aş olsun süfrədə və bəlkə də qalandan sonra aş daha dadlı olur. Onu da biraz yeyərdik, amma o qədər də həvəslə yox. Amma ailə həyatı qurandan sonra mənim yoldaşım aş çox sevir, düyün çox sevir və mən də bunu bişirə hər dəfə başqa bir növünü bişirə özüm də düyünü çox xoşlayıram. İndi bizim evdə düyü olmasa bu bir katastrofadır. Mən isə hal-hazırda bir salat da istədim olsun süfrəmizdə və adi evdə olan tərəvəzlərdən hamısını doğrayaraq bir-birinə qataraq üstünə küncüt səpələyib biraz da zeytun yağı əlavə edib bir salat düzəldirəm. Və bəli qızlar, mən bu salata qabaçoq əlavə elədim, çiy, brokoli əlavə elədim, onu da çiy və qalan həmişə yediyimiz pomidor, xiyar, bibərdir. Bunları hamısını bir-birinə qatdım və bir salat düzəltdim. Çox vaxt belə eləyirəm və uşaqlar da çox sevir, mən də çox sevirəm, hamımız bunu yeyirik. Bunlar velosiped almağa getmişdilər, görürəm ki, qapının səsi gəlir, gəlmişəm, baxım ki, Emilin reaksiyası necə olacaq.
И я покажу, как он едет. Покажи, Эмиль, почему этот велосипед такой? Ты его сложил? Да. А там что у него? А это что? Какой красивый мимишечка. Показать, как он едет. Давай покажи мне, как он едет. Хорошо. А это, чтобы я не ничего. А это что у тебя? Это что у тебя? Это, чтобы Посмотри. его Да, не смотри. Светящийся. О, Эмиль, ну Я хочу показать, как он ты едет. теперь даже в темноте будешь красавчиком. Эмиль, зачем куртку на пол бросил? Покажи. Göster, göster neyini sen? Пальчики. Эй, это звонок. Чтобы все слышали, чтобы рассказали велосипеда, это от пробки. Угу. А это что? Это что? Это чтобы туда положить старый гвоздь. А может туда воду поставим? Нет, туда можно только старый гвоздь. А у тебя еще сзади есть багажник? Какой он новый, Эмиль. Езжай, поезжай, посмотрю, как А ты это едешь. тормоз, Езжай. чтобы он знал, куда надо. А, у тебя теперь тормоз там? Kızlar bakın. Çok güzel alındı. Как раз hamısı da geldi. İndi de yemeği yiyək. Можешь там это только сделать? Инна, ты зеленый выбираешь, Камиль? А красный есть там? Есть. Я красный буду. А я выбираю оранжевый. Папа зеленый. Или пусть Эмиль будет зеленый. Я сам. Папа желтый, понятно? Значит, это Камиль, Альбина, Эмиль, папа, я. Не шатай. Как хоть Альбина? Böyle koyacağız. Uşaqlar öz arzularını tutdular və şamları yandırdıq və ailəlikcə bayram axşamında yemək yeməyə oturduq. Sərsi gün isə bacımgillə getdik şəhərə yarmarkaya baxmağa. Скутер на этом не могу доехать. Мам. Bu rəsmləri isə mənim bacımın ikinci qızı çəkib. Как красиво. Смотри, смотри на камеру.
Sağ ol. Kızım bakmayın, başım. Все, что от нас осталось. Мне шоколадный я пробовала, мне не понравилось. Это вкусно очень. Нет, шоколадный тоже вкусно. Мне вкусно. Мне не понравилось. Вкусно. Реально тебе понравилось? Мне больше понравилось печенье. Yarmarkanı gəzəndən sonra qızlar istədilər ki, bir yerdə oturub bir şaurma yesinlər və biz də getdik şaurma nömrə 1-ə, amma bunu gedəndə Targovoydakı yarmarkaya da biraz baş çəkdik. Что говоришь? Надо сразу вот еще один. Сними, да. Снимаю, да. Тебя тоже надо снять. Я пошла. Beləliklə qızlar bayramlar bitdi, bayram gəzməklərimiz bitdi, amma evdəki işlər heç yerə getmədi və başladım evləməyə, biraz səhmana salmağa. Həmişəki kimi Emilin iqruşkaları yerbəyer etmək lazımdır, bütün hamısı yerdədir və indi bunları hamısını silirəm, təmizləyirəm, yığışdırıram ki, başlayım robot pilisosu buraxım ki, o da öz işini görsün. Ты снимай на меня. Да, я тебя И снимаю. скажи, это Кызрал, это Эмиль меня и мне помогает. Kızlar, Emil mənə kömək edir. Görürsünüz nədir? Deyim kidir, kızlar, Emil mənə kömək edir. Моя сладость. Ух ты! Папа пошел на это доктор. Да. Точно, да все понятно. İnanmazsınız qızlar, amma bu xalçanı Emil mənə köməklik etdi, hamısını sildi və çox təmiz oldu. Artıq pilisos buranı silənəcən, Emil də divanda özü üçün oynayır, mən isə gedirəm kuxnanı yığışdırmağa. Mən isə Emili qoymuşdum güyəmiş divanda, amma Emil yenə də gəldi yanıma, burada fırlanır, nələrsə danışır və mənə həm kömək eləyir, həm maneçilik eləyir, belə deyim. Mən isə stolun üstündəkiləri hamısını götürdüm, bu balaca stol örtüklərini çırpdım və stolun üstünü silirəm, stulları qaldırıram ki, burada robot pilisos rahatlıqla silə bilsin. Bu stol örtükləri məndə çoxdandır və istədim ki, bu dəfə bunları çıxardım, tam belə istifadəyə verim ki, xarab olanda tullayım, çünki qaldıqca elə qalır və belə yaz bu havasına oxşayır, yaşıl rəngdədir və fikirləşdim ki, qoy biraz bizim stolumuzu bezəsin.
Gördüyünüz kimi kuxnada o qədər çox qab yox idi. Səhər yediyimiz qablar idi. Onları da tez-tez yudum, sildim. Bu arada da Emil pərdələrlə oynayır. Bilmirəm sizin uşaqlar nə edir qızlar, amma mənim Emilim heç cür bu pərdələrdən əl çəkmir. Onların dalında gizlənir, hirslənəndə onları dartır və çox şeylər eləyir bu pərdələrdən. Heç vaxt pərdələrim ona görə də səliqəli qala bilmir. Düzün desəm pərdələrin bəzilərini dəyişmək istəyirəm və Emilə görə hələ heç nə etmirəm. Qoy biraz da böyüsün, başa düşsün ki, onlar əl vurmaq olmaz, bəlkə də onda dəyişdim. Artıq yığışdırıb qurtardım. Robot pilisos isə oraları hələ yığışdırır. Süfrəni də sərdim. Burada da güllərin yanında mütləq və mütləq mənim bu gül qızım oturmalıdır. Sonya. Yığışdırıb qutarandan sonra qızlar biraz Emillə düşdüm həyətə də, biraz onunla da gəzdik və gəldi evə. İndi isə özümə biraz istirahət zamanı ayırdım. Kinoya baxa-baxa istəyirəm ki, bunu toxuyum. Toxuduğum isə qızlar böyük bir səbətli qonaq otağında stolun üstünə qoymaq istəyirəm və içinə bütün adapterləri yığmaq istəyirəm. Çünki bütün hər zaman stolumuzun üstündə şnurlar yayılıb qalır və mən də istəyirəm belə bir səbət toxuyum ki, lazım olmayanda şnurları stolun üstündə qalsa belə bunun içində olsun, daha səliqəli görünsün. Toxuduqca əlimdə görünür ki, səbətə bənzəməyə başlayır və artıq qıraqları çox böyük oldu, yumru belə bir səbət oldu. Düzdür, bunu biraz ütüləmək lazımdır olandan sonra, tam bitirəndən sonra və belə böyük, ən böyük səbətdir hələ ki toxuduğum. Yəqin o biri vloqlarıma baxmışsınızsa görmüsünüz ki, hamam otağı üçündə toxumuşdum. Mavi rəngdə və koridorda da biri var. Güzgünün üstünə qoymuşam ki, bəzi şeylərimizi ora ataq. Bəlkə birində toxuyacağım ki, sumkamda olan əşyaları hər dəfə sumkaları dəyişəndə çətinlik çəkməmək üçün, hər evə gələndə sumkamdakı əşyaları ora tökmək üçün ya da sumkamı dəyişəndə ora tökmək üçün bir balaca səbət bəlkə yenə toxudum və bunu toxumaq çox rahatdır qızlar və bunu eləyəndən sonra orqanayzer kimi də işlətmək üçün çox rahatdır. Çirklənəndə sadəcə olaraq atırsınız paltar yuyan maşına və yuyulur. Əslində bu sapları almışdım ki, özümə sumka toxuyum, çanta toxuyum, amma bundan çanta da toxumuşam. Bir dənə belə çantam var. Sadəcə olaraq bu saplar o qədər ağırdır ki, o çantanı özündə aparanda elə bil ki, artıq bir yük aparırsan, adamın beli, əli yorulur. Ona görə də fikirləşdim ki, bunlardan çanta alınmaz. Amma ki, belə səbətlər üçün orqanayzer tipli çox gözəldir. Və ona görə də başladım bunlardan orqanayzer toxumağa. Amma çantalarım da var. Özüm toxuduğum çantaları da başqa bir vloqlarda göstərmişdim. Orada da baxıb görə bilərsiniz ki, hansı saplardan çantaları toxumaq daha rahatdır və daha yüngül alınır. Artıq əl işimi bitirdim qızlar və 1 saat yarım vaxtım getdi bunun üçün. İçinə də dediyim kimi şnurları yığdım və çox gözəl burada görünür. Rəngi isə bizim pərdələrimizə və mebelimizə çox uyğun olduğundan çox gözəl görünür. Sizə isə təşəkkürümü bildirmək istəyirəm ki, məni izlədiniz sonacan və hələ də abunə olmamısınızsa abunə olmağı unutmayın.